Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda Sarsılmaz Qardaşlıq 2025 kompüter dəstəkli komanda qərargah və Mustafa Kemal Atatürk 2025 döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədi ilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun qərargahından hərəkətə başlayan bayraq takımı Sədərək sərhəd keçid məntəqəsinə Araz çayı üzərindəki Ümid körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyənin bayraq takımı da Ağrı vilayətinin Doğu Bəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. Ümid körpüsündə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd keçid məntəqəsindən Naxçıvana yola düşüblər. Təlimin planına əsasən tank, mexanikləşdirilmiş və komanda bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim döyüş tapşırıqları yerinə yetirəcəklər.